Evlərin çoxsunda uşaqlar ev yeməkləri yemirlər. Çox ağırlı, yaralı bir mövzudur. Uşaqlar ancaq dükanlarda satılan həmin o yarım fabrikatları xoşlayırlar, gedib onlardan qidalanırlar və nəticədə onların da tapdığı, onlarda da rast gəlinən belə xəstəliklər var da ki, bunlardan elə hamısı danışır həkimlər, nələr var, hansı xəstəliklər, artıq uşaqlarda hansı xəstəliklər? Böyüklərdə olduğu kimi uşaqlarda da əksər xəstəliklər artıb, ən vacib məqamlara köklənək. Yenə də uşaqların mobil telefonlardan çox istifadəsi çox yol verilməz bir şeydir. Baxın, uşaqlarda zob xəstəliyi keçmişdə demək olar rast gəlinmirdi. Uşaqlarda zob xəstəliyi nadir rast gəlinən bir şeydir. Bugünkü gündə endokrinoloq cərrahlar danışır bu barədə ki, bir ayda 3-4 uşağı zobdan əməliyyat edirik. Hətta o dərəcədə və alimlər araşdırmalara görə sübut ediblər ki, əsas səbəbi mobil telefonların şüasıdır. Qalxanvari vəziyi şüaya həssasdır. Uşaqlarda daha da həssas olduğuna görə uşaqlarda zob xəstəliyi misal üçün çox artıb. Demək, valideynlərimizdə hər bir xəstəlik, yəni valideynlərdə də günah çoxdur, açığı desək. İstəsələr uşağı, məsələn, valideyn tanıyıram ki, uşağa ümumiyyətlə mobil telefon vermir. Demək, istəsək bacararıq. Canlı uşağı baxmaqdan qurtarmaq üçün istəyir bağçalarda, istəyir də evlərdə. Xüsusən qadınlar uşağın əlinə telefon verir ki, uşaq iqra ilə oynasın, başını qatsın, bu da getsin işi ilə, gücü ilə məşğul olsun. Yəni, o biraz çətin məsələdir həqiqətən də. Bunu yığışdırmaq lazımdır, onu yaxşı dediniz. Çətindir, amma mümkündür və valideyn bilsə ki, uşağı telefon işlətməyə görə zob xəstəliyi tutacaq, bundan əməliyyat oluna bilər, valla. Yəqin ki, onun tamamilə qarşısını alar. Uşaqların qida təbii ki, çox vacib məsələdir. Uşaqların ən çox yedikləri nədir? Kartof qızartması, çipsi. Ev şəraitində olan kartof qızartması deyək ki, o dərəcədə zərəri deyil. Təbii ki, çox həddən artıq yeyilərsə onun da zərəri var. Çipsi, ən modda olan uşaqların hər yerdə yediyi çipsi. Siz hörmətli Rəşid müəllim onu gözəl vurğulamışdı. Həmin o çipsi ki, hazırlandığı o kartofu atın, yağda qızardın, evdə özünüz edin. Görün, balaca bir şey necə şişib, nə boyda olacaq. Polimerdir bu. Yəni, bir dənə onu görsəniz, bəlkə də bir daha bu hazır çipslərdən uşağın istifadəsinin qabağını almış olarsınız.